Vəli Qafarov əgər bu zərbəni zərərsizləşdirə bilsə, top qapıdan keçməsə biz mərhələni keçirik. Biz mərhələni keçirik. Rumıniya komandası penaltini yerinə yetirir. Qapıya zərbə. Vəli Qafarov! Vəli Qafarov! Azərbaycan 4-1 finalda. Azərbaycan Rumıniyanı keçir. Dünya çempionu Rumıniya komandasını keçirir. Azərbaycan seçməsi adını 4-1 finala yazdırır. Əhsən sizə uşaqlar. Hər birinizə əhsən. Hər birinizə əhsən. Azərbaycan millisi nəhayət bunu çox gözləyirdi. Bunu çox istəyirdi. Vəli Qafarov bu stadionda bu qədər azarkeş qələbəyə layiq idi. Bu azarkeş qələbə gözləyirdi və Azərbaycan seçməsi penaltilər seriyasından sonra olsa belə bu mərhələni keçir. Biz bu mərhələni keçirik. 4-1 finalda rəqibimiz İngiltərə seçməsi olacaq. Son dünya çempionu, bu idman növünün ən titullu komandası Rumıniyanı keçdik. Oyundan da keçməliydik. Qeyd etmişdim ki, əgər ədalət varsa Azərbaycan bu mərhələni keçməlidir. Çox şükür ki, çox sevinirik ki, bu baş verdi və Azərbaycan penaltilər seriyasında olsa belə mərhələni keçir. Rumuniyaya, son dünya çempionlarına qalib gəlirik. Milli gimnastika arena toplaşan bütün azarkeşlərə təşəkkür düşür. Hər birinizə minnətdarıq. Ekran qarşısında həyəcanla bizi izləyən kifayət qədər azarkeş var. Futbolçuların yaxınları var, ailə üzvləri var. Sizə minnətdarıq. Hər kəsə təşəkkür edirik və əlbəttə ki, çox sevinirik ki, İdman TV vasitəsilə bu möhtəşəm qələbənin şahidi oldunuz.